Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Və sallallahu ala Muhammedin və aleyhi tahirin. Salam, xoş gördük sizləri, əziz dəyərli izləyicilərimiz. İnşallah yenə də bizim Nəhcül Bəlağədən söhbətimiz əziz və dəyərli ustadımız Hacı Əhlimanla davam edəcək. Hacı, selamun aleyküm və rahmetullah. Salam və rəhmətullah. Necəsiniz? Sağ olun, təşəkkür. Allah var eləsin. Allah qəbul eləsin inşallah. Keçən səfər Hacı Həzrəti Əmirül-Müminin əleyhissalamın 16-cı xütbəsindən bir kəlam barəsində geniş söhbət etdik. Sadəcə orada bir məsələ mənim zehnimdə qalıb, istəyirəm ki, ona da toxunasınız. Buyurur ki, keçən səfərdə oxuduq və kəfə bil mər'i cəhlən əllə ya'rifə qədrəhu. Elə bir adamın cəhalətinə bu yetər ki, öz qədrini bilməsin. Keçən səfər Quran ayələrinə və hədislərə istinad elədik ki, Allah Taala üçün insan nə qədər dəyərlidir. Onu da qayıtmaq istəmirəm. Sadəcə olaraq bir məsələ burada istəyirəm açıqlayasınız ki, məsələn, insan bir iş görür, yaxşı bir iş, savab bir iş. Allah Taala onu 10 qat verir. Bəzən Quran-ı Kərimdə var ki, məsələn, 1 qat verir, bəzən 10 qat verir, bəzən də 700 qat. Sonra deyir ki, bəzən də çoxaldırıq. Bu da, bunun səbəbi nədir? Yəni, insan bir iş görür, bir savab iş görür. Bir iş görür, amma müqabilində nə qədər Allah Taala dəyər verir? Yəni, bunun səbəbini zəhmət olmasa. Bismillahirrahmanirrahim və bihi nəstəin, innahu xeyrun asirun və mu'in. Və sallallahu ala seyyidina və nəbiyyina və aleyhi tahirin və lənətullah ala ədai məcməin. Allah inşallah bizi dəyərli yaradıb, dəyərlilərdən qərar versin inşallah və dünyadan da köçəndə dəyərli yaparsın inşallah. Amin. Biz əslində acı keçən dəfə bundan qabaqki dəfə, 2 dəfədir bu mövzunun üstündə dayanırıq. Əlbəttə 20 dəfədə dayansın bu mövzunun üstündə yeri var. Keçən dəfə də təqribən ona işarə elədik həmin ayiyyədə. İnsana Allah ola bilər üstündən tez keçmişik. Allah 2 bərabər, 10 bərabər, ondan sonra 100 bərabər, 700 bərabər bu cürə. Hələ məsələn o borc verməyin barəsində deyir, mən yuqrizullaha qərzən həsənən və yuzaif ləhu. Azafən kəsirə. Çoxlu surətdə artırar. Bəzən bizim hədislərimizdə də rivayət edilir. Üzr istəyirəm, o ayənin tərcüməsini deyək, çünki kim Allaha görə borc versə, Allaha borc versə, bəli. Allaha borc versə, bəli. Yəni Allah Taala bizim elədiyimiz əməllərin hamısını elə bir borc kimi bizdən qəbul edir. Bu insana verilən dəyərlərdən biri də budur. Allaha görə borc, məsələn, sənə verərəm, ona verərəm, sən mənə borc verərsən də pul filan bəsməkan. Allah bizim ümumi əməllərimizi bizdən borc kimi götürür, deyir, qaytaracam sizə. Fiqhimizdə də var, biri-birindən borc alsa, əgər əvvəldə şərt eləsələr ki, məsələn, qaytaranda bir belə üstündə verəcəm, o sələmdir, ribadır, haramdır, soxdur. Elə. Amma bu mövzumuzda var ki, bir adam elə sən gəlin məndən borc istəmirsən, mən də sənə borc vermişəm, heç bir təmənnasız filan. Sən onu mənə qaytaranda müstəhəbbidir, üstündə də bir şey qaytarasan. Sən deyəndə mən də alsam sənə, yəni hər ikimizə aiddir. Yaxşı, müstəhəbbidir o. Fiqhimizdə, şəriətimizdə onun istihbabı var. Allah Taala'nın bəndiyə verdiyi dəyərlərdən də biri budur ki, ondan əməlləri alır. Ayə də var da, Allah Taala möminləri ilə alverilir, gəşləri minəl müminin. Möminlərdən alır. Alır onu. İstəyir, məsələn, adını da qoyur borc. Orada da istəyir bir bəndiyə lütf eləsin. Axı, müstəhəbbidir şəriətdə ki, borc aldığın üstündə bir hədiyyə də verəsən. Allah Taala orada da bir dəyər verir, bir fürsət verir insana, bir şərait yaradır ki, məsələn, onu sən verirsən mənə güya elə bil Allahın ondan ehtiyacı var, əlahüzülillah. Amma əslində, o ver mənə, onun başqa mənaları da var, ha. Yəni sən saxlaya bilməyəcəksən, ver mən saxlayma. Şah Əbdüləzim deyirlər də, bu Əbdüləzim Həsəni gəldi İmam Hadinin yanına, səhv eləmirəmsə, dedi, mən qoy dinimi sənə təhvil verim. O da dedi ki, ver.
Dedi, mən bu cürəm. Dedi ki, əla, amma saxla. Dedi, yox, ağa, bunu mən sənə belə demirdim ki, sən kömək elə. Həzrət dedi ki, inşallah Allah da kömək eləyər. Mən də dua elərəm, fərz eləyədən o tam ibarət yadımda deyir. Allah bizdən alır, qoruyub saxlamaqdan ötürü. Görürsən, bir uşağın əlində ya bir ehtiyatsız adamın əlində bir qiymətli bir şey olanda alırsan, saxlayırsan ki, lazım olanda verəsən ona. Hacı, eyni ifadə, sizin dediyiniz o eyni ifadə Əmirül-Möminin əleyhissalamın İmam Həsən əleyhissalam üçün yazdığı o nəsihətnamə ki var, 31-ci məktub. O 31-ci məktubda buyurur ki, səfər uzundur, yük də ağırdır. Bir nəfər dolaylar da çox, döngələr də sərtdir. Bir nəfər də tapılıb sənə deyir ki, ver yükünü, daşıyım. O tərəfdə ən ehtiyaclı olan yerdə verəcəyim sən. Sən deyir, verərsən, verməzsən. Deyir, elə bir yaxşılıqlar da bu cürdür. Ver Allaha qoqalsın. Deyir, o əslində deyir, fəqirə ki, köməklə edirsən, o yükü deyir, öz yükünü verirsən ona, ən ehtiyaclı olduğun gündə sənə qaytaracaq. Dəstən bu əməldən əlavə biz öz idarəçiliyimizi də, önləri yol gedəndə sizinlə danışırdıq. Əli əleyhissalamın Cəməl müharibəsində Məhəmməd Hənəfiyyə yazdığı məktub. Məhəmməd Hənəfiyyə bir sol cinahda idi, ya sağ cinahda idi. Amma yəni uzaq tərəfdə idi, biraz Həzrət ona məktub yazdı, verdi. Ki, o əvvəli ilə işimiz yoxdur da, ki, o qovmun barəsində bəzi şeylərə işarə edir, danışır. Əvvəldə deyir, təzulul cibalı və la təzul. Dağlar da ərisə sən deyən ağa, dağlar da silkələnsə sən möhkəm deyən yerində. Filan gəlir, çıxır, deyir, əyrin lahə cumcumətük. Başçası o, yəni beynini, ağlığı Allah Teala'ya kirayə ver. Qoy o səni idarə eləsin. Yəni, nəinki biz əməl eləyək, namazı qılaq, Allaha tapşıraq, orucu tutaq, Allaha tapşıraq, sədəqə verək, Allaha tapşıraq. Tək bu deyil. Həzrət deyir ki, əslən, özünüzü tam şəkildə Allah Teala'nın ixtiyarında qoyun. Və səllimu təslima. Nə gözəl. Səllu əleyhim, ya yuhəlləzin amənu, səllu əleyhim və səllimu təslima. Səllunu bildir ki, və səllimu nədir? O səllimu təslim mənasındadır. Eyni müsəlman sözünəndir, eyni kökdən. Və səllimu təslim olsa, tam şəkildə təslim olun. Ona da Allah Teala deyir ki, o hədisi qüdsülərdə, və insan bu dərəcəyə çatsa, mən onu danışan dili olacaq, eşidən qulağı olacaq, görən gözü olacaq. Mən idarə edəcəm. Həzrəti Əli əleyhissalam, Məhəmməd Hənəfiyyə də belə, lor dillə desək, balaca adam deyirdi. İmamın övladı idi, imamın qucağında tərbiyə olunmuşdu. Yaxşı, onunla belə Peyğəmbər məktəbinin içində olan adam, Həzrəti Əlinin bir nömrəli şagirdlərindən biri olan adam, yaxşı, Allah, Əli əleyhissalam ona deyir, başçası o, Allaha kirayə ver, qoy o səni idarə eləsin. Əmanət ver ona, qoy o səni idarə eləsin. Hələ bu bizim həyatımızdadır. Qaldı əməllərimizdə, xüsusən də o ayəyə baxanda ki, məncə bilir. O, sanki bir sığortadır da, səhvdən, azğınlıqdan bir sığortadır ki, Allah kömək olur sənə ki. Mən tam təslim oldum və tam təhvil verdim Allaha. Zən o, hədisdir də səhv eləmirəmsə deyir, əvvəlul elmi mərifətul cəbbar və axırul elmi təfvizul əmrili. Elmin əvvəli, əsl elm budur ki, Allahı tanıyasan. O elmində sonu, qayəsi budur ki, Allahın qarşısında neynəyəsən? Təslim olasan. Yəni, təfvizul əmri ili bütün işlərin hamısını tapşırasan Allaha. Özdə bilirsiniz, təfviz. Təfviz sözü, o cəbri ixtiyarın qarşısındakı təfviz var. Yəni, tam şəkildə azad. Yəni, tam şəkildə qoyasan Allahın ixtiyarına. Bunu mən eləyim, onu sən elə, bunu mən eləyim, bunu sən eləyim. Hələ görüm özüm eləyə bilməsəm deyim sənə, belə yox. Tam şəkildə qoy onun ixtiyarına. Gözə biri sənə iş tapşırır, gedir, qayıtı özü görür. Bir gəlir, baxır, görür, eləyirsən, eləmirsən. Nədəndir sənə etibarı yoxdur. Deyir, birdən yadından çıxar, falan edir. Yox, Allahda belə deyir, ay yadından çıxar, əl-əuzubillah, ya məsələni falan. Yox, tam şəkildə tapşırdım, o da tam şəkildə nə əməl olacaq. Bu, məsələn, o hədis ki, rivayət ki, deyir, Allahın sizlə necə rəftar edir? Deyir, siz Allahla necə rəftar edirsiniz o cürə. Onların içərisində də ən əsaslı məsələlər budur ki, yəni siz Allaha etimadınız nə qədərdirsə,
Allah'tan da o qədər alacaqsınız. Allah'tan da o qədər alacaqsınız. Əli əleyhissalam deyir ki, yəni İmam Sadiq əleyhissalam deyir ki, o kişinin cavabında ki, niyə mən biz dua edirik, qəbul olmur. Həzrət deyir ki, təd'unə mən la tərifunə. Tanımadığınızı çağırırsınız. Deyir, ya Resulallah, ya binə Resulallah, biz elə Allah deyir də, bu nətər tanıyırıq? Deyir, o miqdar tanıyırsınız. Allah'da birdən Allah'a həqiqi tanısınız, təzulul cibalu bir dua ikun. Dualarınızın vasitəsilə dağlar əriyir. Bunların hamısında da biz işlərimizi tapşırırıq Allah'a. O tapşırmanın da biri, o ki deyir, mən cəəbil həsənə fələhu əşrəən salihə. Kim deyir, gətirsə də, bir dənə gətirsə Allah 10 dənə də üstünə qoyacaq. Deməli, mən özüm əlimdə gətirsəm, Allah 10 dənə qoyur üstünə. Amma bu başdan Allaha təhvil versəm, gör nə qədər qoyacaq üstünə. Və bizim bir neçə dənə əməl var. O əməl, çox əməllərin Allah Taala savabı müəyyən eləyib. Bir rəkət, məsələn, bir dənə namaz 20 həccə bərabərdir. 20 həcc, hər həcci Allah həcdə olanlarımızı inşallah ziyarətə qəbul eləsin. O Həzrəti İbrahim həcci onlara qismət eləsin. Salimən, qanimən, məbrur həccinə qayıtsınlar inşallah. Biraz da belə sosial şəbəkələrdə çox fikir verməsinlər. İbadətlə məşğul olsunlar. Gələndən sonra gələn telefondur, Facebookdur, nə istəsələr eləyərlər. Yaxşı, acıqlarına gəlməz. Orada, biz burada onsuz qalmışıq belədir. Orada əsas o gedib, əli yetişib ora. Biz 92-ci ildə acı Məkkədə olanda orada bir dənə bu müsəlman ölkələrindən bir nəfər var idi. Bizə təəccüb elədi. Dedi, 70 ildən sonra sizin bu yol açılıb. Siz ikinci də 92 idi. İkinci deyəsən il idi. Azərbaycandan Məkkə gedirdi. Mən sizə təəccüb edirəm. Deyir, gəlmişsiniz. Gəlirsiniz, zöhrü əsri qılırsınız, gedirsiniz, yatırsınız. Qayıdıb gəlib şam xiftəni qılırsınız, gedirsiniz, yatırsınız. Bir də da sübh namazından qabağa gəlirsiniz, o vacib əməlləri eləməyə. Dedim, mən neyiniyək ki, yataq burada qalar. Dedim, mənim qardaşım Amerikada olur. Maşınla gedə-gedə mənə zəng eləmişdi. 92-ci ildə maşınla gedə-gedə telefonla zəng eləmək bu ağlabatmaz bir şeydi də. Onda bu telefon yadı yox idi axı. Yalvarırdı mənə, deyirdi, qardaş, bax, nə desən dünya malından eləyə bilərəm. Nəyi iradə eləsəm, nə istəsəm pulla eləyəm, onu eləyə bilərəm. Yəni pulla olması nə varsa hamısı mənim iqtidarımdadır. Amma çatışmayan bir dənə şeyim var. Əlim Məkkəyə çatmır. Sən ki gedibsən əli çatıb ora, mənə verilən şeylərin hamısını sən mənbəyinə gedibsən. Sən hamı verirəm o Kəbəyə, məni unutma. Bunu bizə danışdı. Onu təəccüb edirəm, 70 il siz həsrətlə ağlamışsınız, indi gəlib gedib rahat qoyub başınızı yatıb. Fürsətdir, gəlmişsiniz bura, belə başqa cürə çıxmasın. Ay acı, mövzumuz da biraz keçdi bu tərəfə. Yeri gəldi, deyək də bunu da. Məsələn, bizi toya dəvət ediblər. Yaxşı, səhər yemirik, gün orta yemirik. Bəzən dünəndən yemirik ki, gedəcək sabah toyda doyuncağı yiyək. Niyə? 100 manat pul yazdırıram, 50 manat pul yazdırıram, doyunca qoy yeyim. Elə deyir. Əksərən elə olur da. Hətta zarafata da olsa çox adam bunu deyir. 100 manat pul yazdıracam, nöş yeyirəm evdə. Gedib toyda yiyəcəm də. Yeyim evdə, gedim 100 manat da yazdırım, oturum cəmaatın ağzına baxım. Kim mənə deyir, bu düzgün işləyir axı. 10.000 pul verib getmirsən, çıxmırsan ora. Bu indi qiymətin bahalıq, ucuzluğundan getmir ha söhbət. Yəni sən bir gün, 2 gün dolanışığın adi halda vermirsən, getmirsən, çıxmırsan oraya. Heç olmazsa bu pulu nəzər al, qardaş, bacı. Elə deyir. Onu nə, belə sən zəhmət çəkmirsən, az yemirsən, az geymirsən, az xərcləmirsən, yığmırsan, Allaha yalvara ki, üstün də düzəl, bu il gedim. Getmirsən, indi ora çatmırsan, başda da ya Allah, bismillah. Qaydana qədər gərək itəsən, ne orada? Səni haçan axtarsalar, görərsən ki, oturmuşsan Məscid-i Həramın bir tərəfində Allahla razı niyaz edirsən. Harada axtarsalar, gəlib Kəbənin təvafında tapsınlar səni. Oturub ki, bilirsiniz də orada əməllər, 3 cür əməl var, o vacib əməllərdən başqa. Biri oturub, biri təvafdır,
mənim müstəhəbbi təvafda. Vacibi qutarıb, indi gedirəm təvaf eləyirəm. Savabdır. Bir otururam Məscid-i Həramda, Kəbə ətrafında, Quran oxuyuram, zikr eləyirəm. Namaz qılıram və Namaz qılıram. Biri də budur. Biri də budur, ancaq oturasan Kəbə ilə üzbəüz Kəbəyə tamaşa eləyəsən, təfəkkür eləyəsən. İkisindən də bu artıqdır. Təvafdan da bu artıqdır. Zikri namazdan da bu artıqdır. Bunu yəni mənbəyi ilə deyirəm ha. Ki, oturasan, baxasan, zaten bizim bütün əməllərimizə dəyər verən təfəkkürdür da. Elədir, namazda, elə orucda o cürə. Oturasan, içəsən, sərin sudan içəysə, oturasan, baxasan o daşa. O Həcərül Əsvədə, o Kəbənin üstündəki o parçaya. Orada təvaf eləyən insanlara təfəkkür eləyəsən. Kondisioner burada da var, şükür Allaha. Özdə qədim, məsələn, hələ 6 ay bir ilə gedib gəlirlər. Sonra, məsələn, son zamana qədər avtobusla gedib 1 aya gedib gəlirlər. İndi minirsən samalyota kondisioner, düşürsən aeroport kondisioner, minirsən qatara kondisioner, minirsən maşına kondisioner, girirsən otağa kondisioner. Elə Məscid-i Həramın içində kondisionerlərin hamısından yaxşısı var. Elədir, sərin buz kimi. Götür oradan bir dənə zəmzəm, içə-içə, bax Allahın o evinə təfəkkür elə. Sonra gələtsən burada yenə nə qədər gəzirsən, nə qədər şəkil çəkirsən, nə qədər eləyirsən, bunlar olsun yerində. İndi bu sözüm o hədisdən gəldi. Bir dənə namazın 20 hədis savabı var. Bir dənə həccin bir ev dolusu qızılı Allah yolunda fəqirə sədəqə verməyin savabı var. Halbuki o bir pul vahidi 70 bəladan sən. Məsələn, 10 qəpik səni 70 bəladan qoruyur. Onda qalmışdı bu boyda evin dolusu qızıl Allah yolunda. Özdə fiyyomun məxməsə. Çətin günlərdə. Yaxşı. Onun gör nə qədər Allahın bəndəsini sevindirərsən. Yaxşı. Allahın bəndəsini nə qədər sevindirərsən. Allah nə qədər özündən o bəndələrin sevindiyinə görə razı salarsan. Hətta bəndə Allahın bəndələrinin xidmətində olanda Allah mələklərə əmr edir. Baxın, görün mənim bəndəm cəmaat hamısı yatıb, ya cəmaat günortanın üstündə istirahətdə, bu düşün mənim bəndələrimə xidmət edir. Allah ondan mübahat eləyər. Fəxr eləyər. Fəxr eləyər, bəli. O mələklərə bir növ cavab verər deyə, o ki dedilər, niyə yaradırsan qan tökənləri, fəsad edənlərdir. Bunlara görə yaradırdı. Yaxşı. İndi bu adam gör, bu bir ev dolusu qızılı Allah yolunda sədəqə verəndə Allah'a nə qədər özündən razı salır. Bəs bir həcc bir ev dolusu qızıl, bir namaz 20 həcc. Deməli, bir namaz 20 ev dolusu qızıla sədəqə vermək savabına var. Bu namazımızın barəsində. Başqa çox əməllər də var. Allah Teala onun da məsumların dili ilə savabı müəyyən edir. Amma bəzi əməllərimiz var. Onların savabı müəyyən olunmayıb. Niyə? Kiçikdir, yox. Namazdan da böyüdür, işimiz yox ondan da. Amma niyə Allah müəyyən eləməyib? Məsumlarımız deyir ki, Allah onu müəyyən eləməyib ki, buna nə qədər lazım olsa qiyamətdə versin. Nə qədər lazım olsa. Yaxşı, məsələn, mən desəm ki, hə, gəl, sənə bir dənə, məsələn, bozbaş verəcəm. Amma deməsən, məqsədim budur ki, məsələn, ürəyin nə istəsə verəcəm və nə qədər istəsə verəcəm. O bəzi savabları, bəzi əməllərin Allah miqdarı müəyyən eləməyib, istəyib ki, bu da bəndiyə dəyər verməkdir. O da bəndiyə qiymət verməkdir. 10 dənəni gətir, bir dənəni gətir, 10 dənə mən üstünə qoyacam. İndi bu başdan o bir dənəni Allaha təhvil versin. Da üstünə nə qədər qoyacaq? فَيُزَعِفْ لِمَنْ يَشَى. Orada niyyətə görə müəyyən. Təbii, niyyəti odur. Niyyət yerindədir acı. Bir dənə də almaq niyyətləndir. 2 dənə də almaq niyyətləndir. Adam eyni namazı qılıb, eyni ibadət edib, eyni orucu tutub, eyni həccə gedib, eyni Kərbəlaya gedib. Qiyamətdə gəlir, payları fərqlidir. İxlasa görədir o. İxlasa görə, niyyətə görə. Çünki Həzrəti Rəsulullah deyir ki, siz o qədər oruç tutasınız, taxtaya dönəsiniz. Qədim bizdə deyirlər, ikilik taxta. İkilik yox deyildi, bir yarımlıq deyirlər, ikilik yaxşı. Taxtaya dönəsiniz. O qədər namaz qılasınız, kamana dönəsiniz. Əyləsiniz. Yaxşı.
təfəkkürüz, ixlassız, yəni ixlas da təfəkkürdən doğulur. Hə. Təfəkkürüz olmazsa faydası yoxdur. Ya məsələn, Allah Taala sizin kəsdiyiniz qurban qabağı da Bəli. qurbanların nə ətinin, Nə qanı Allah. nə qanına Allahın hesabında deyir. Sizin niyyətiniz Allahın hesabındadır. Niyyətiniz Allahın hesabındadır. Yaxşı, mənim gücüm buna çatır, bunu eləmişəm. Züleyxanın üzr istəyirəm acı. Bəli, buyurun. Həzrəti Yusufun. Həzrəti Yusufun mövzusunda biri kisə ilə qızıl gətirmişdi, biri araba ilə qızıl gətirmişdi. O qoca arvad da bir dənə yumağı götürüb gətirmişdi. Bəlkə də onların hamısından fəzilətlisi bu idi. Çünki araba ilə gətirən, kisə ilə gətirən ev eləsi də qalmışdı evdə. Bundan bu olanı o idi. Varlığı bu idi. Bundan başqa bir şey yoxdur. Bu biri mənə zəng eləmişdi, hal-əhval tuturdu. Hacı qulluğundayam filan bəsməkan dedi, canımdan başqa hər şeyim kreditdədir, canımı səhv qurban verə bilərəm. Bunun da bir dənə yumağı var idi, qalan heç nəyə yox idi. O da can bazarı deyir də, deyəsən canını da verəm. Onda hacı, istəyirəm hələ bu məqamda keçək o birisi kəlama, çünki bu qədir məsələsi çox uzanacaqdır. Yox, elə bunun elə bir ki, davamı və şərti kimi Əmirül Möminin buyurur ki, La yəhliku alə't-təqva sinxu əslin və la yəzmə'u aləyha zər'u qavmin. Deməli, deyir ki, əgər təqva üzərindədirsə, təqvalıdırsa, nə bilim, o niyyət, ixlas, hamısı o yerindədirsə, onda heç bir ağacın kötüyü qurumayacaq. Heç bir əkin də susuz qalmayacaq. O, mənim yadıma gəlir, Quran-ı Kərimdə Tövbə surəsində də Məscid-i Zirar var. Allah Taala onu tənqid edir. Onu tikmişdilər ki, Peyğəmbərin əleyhinə orada fəaliyyət göstərsə. Allah Taala Peyğəmbərinə buyurur ki, get məscidi sök. Sonra məscid barəsində bir dənə söz deyir. Ussisə alət-təqva. Əl-məscidu ussisə alət-təqva. O məscidə get ki, təqva üstündədir qurulur. Deməli, bizim əməllərimiz o vaxt dəyərli olur ki, orada təqvanın üstündədir. Yəni, günahdan uzaq olaq. O, qiyamətdə də bayaq dediyimizdə az çoxalmaq səbəbi də nə ilə olacaq? Təqvanın azlığı, çoxluğu ilə. Əvvələ, İnnə əkrəməkum indəllahi ətqakum. Allahın yanında ən hörmətli təqvalıdır. Yaxşı, və libasu təqva xeyru, zalikə xeyrun ləkum. Ayə deyir ki, Allah deyir, sizə bu libasları verdim, sizin ayıb yerlərinizi örtməkdən. Üzdə Allah deyir ki, nazil elədim libası sizə. Bu da bəndənin dəyəridir, hacı. Yenə istər-istəməz qayıdırıq dəyəri. Əslində, hər bir şeyin üstündədir. Allah, məsələn, görün, insandan başqa nə qədər canlı var. Nə qədər heyvanat, nə qədər növü var. Nə bilim, məsələn, biz deyirik, məsələn, qoyun, bəlkə də qoyun bir 200 növü var, məsələn. İnək, filan, qarışqa, amma Allah deyir ki, libası sizə verdim, liyuvari savatakum. Elə deyir. O eyiblərinizi örtəsiz. Yaxşı, özdə səhv eləmirəmsə deyir, nazil elədim. Əgər səhv eləmirəmsə, ayə deyir, nazil elədik. Nazil eləmək də məqsəd bunu, məsələn də elə bil qədim biz rayonda yaşayanda bir şey, məsələn, şəhərdən gələndə deyərdi, Bakıdan gətiriblər. Bu xüsusi bir önəmi var da, mərkəzdən gəlib. Nazil elədik, Allah bunu istəyir, onu biraz da şərafətli göstərsin. Məsələn, yağışın da barəsində deyir də, Əntum ənzəltumuhu minəl muzin, ən nəhnu muzilun. Siz onları mənbəyindən nazil edirsiniz, ya biz nazil edirik, yaxşı. Onu da o ehtiramla deyir. Bir dənə insana verib o libası, Allah Taala. İnsana ilham eləyib o libası. İnsanı öyrədib o libası. İndi dərzilərin çox elə fikirləşir ki, bunlar məsələn də bunu Allahın əvvəlini Allah edib də, elə deyir. Elə Allah öyrədib. Yaxşı. İndi bu da insana bir dənə dəyərdir. Amma ondan əlavə Allah Taala deyir ki, və libasu təqva. Zalikə xeyrun ləkum. Ən xeyirlisi təqva libasıdır. Yəni, bütün bu dünyada belə də, görürsünüz, millətlər müxtəlif paltar geyirlər. Məsələn, biri belə pencə şalvar geyir, biri topuğa qədər ərəblər o cürə paltar geyir. Hindistanlılar bükür özlərinə, məsələn, parçanı, ondan sonra. Hərə müxtəlif cür. Hamının da özünə görə o geyimi əzizdir, amma meyar örtüydü də. Meyar örtüydü. Nə olur olsun.
Yaxşı, Bəli. hansı formada olursa meyar örtü idi. Amma deyir ki, bunun hamısından çox, bu müvəqqətidir. İndi istər Hindistanlı kimi gey, istər Pakistanlı kimi gey, istər Azərbaycanlı kimi gey, istər Avropalı kimi gey. Axırı kəfəndir. Hamını eyni şeyə bükəcəklər. Yaxşı, indi bükülməsə də kostyumunda gedəcək, onunla işim yox. Amma bir dənə libas ki, o birisi də axirətdə dükan yoxdur, deyəsəm, kostyumun köylənib gedib gələ pencə alın. Bazara gedib, məsələn, plan bazara, alın çəkməyim, reklam olar. Yaxşı, paltar alım, nə bilim, gedim köynək alım, gedim ayaqqabı alım, ayaqqabım köhnəlib. Aparım bu maşını dəyişim, day, məsələn, yolda, arada belə də sözə baxmır. Amma oranın hər şeyin gərək buradan hazırlayasın. Amma orada desin, ayaqqabılarım ki, bərzəxdən nə qədər məqamlar var axirətə, o mərhələləri keçməyə. Onun hamısında bu bizim dilimizlə desək, mini lazım olur, geyim lazım olur, azuqə lazım olur, oraya uyğun. Oraya uyğun. Orada, məsələn, mərhələlər üstündən yanmamaqdan ötürü orada bir əməl olmalıdır. Bunların hamısı təqvanın əsasındadır və gərək oraya üçün fikirləşəsən. Elədir. Bir də adam bir ömür, indi adam uşaq böyüdükcə razmeri dəyişir də, elədir. Təqribən 20-22 yaşdan sonra da ömrün axırına qədər əgər kökəlməsə, arıqlamasa, eyni bir də bir razmer paltar giyə bilər. İndi bir adam ömrü boyu bir də pencəyə şalvar olub, onu geyib, bir dənə də köynəyi. Nə eybi var ona? Keçən dəfə də söhbətimizin axırı gəldi, bu geyim mövzusuna çıxdı, amma bizim məqsədimiz geyimə irad eləmək deyir. Əleyhissalam dedi ki, dünyanın hamısına malik olasınız, iradı işqalı yoxdur. İşqalı məhəbbət üzdədir. İşqalı məhəbbət üzdədir. İradı ona bağlanmaq üzdadır. Yaxşı, bir adamın əlinə pul gələ, var dövlət gələ, sevinə ki, nə yaxşı sabah aparım, 5 dənə kasıba verim. Bu əladır. Əleyhissalamın da xasiyyəti odur da, quyu qazıb, pul qazanıb aparıb paylayır. Yaxşı elə deyir. Söz budur ki, bu adam 50 il bir dənə paltarda yaşasın. Hətta ona irad da eləsələr, sivic də desələr, cəmaat da deməyəcək ki, sağ ol, görsən, bağlanıb bir dənə paltara ceyid. Az Hindistanda bir məzhəb var. Bilirsiniz də o məzhəb bəzi şeyə sitayiş eləyirlər. Bəli, bütpərəstlər. Bütpərəstdə nədirsə, bu orətpərəstdə də təqribən belə bir şey. Bir nəfər mənə danışırdı, Hindistanda olmuşdu. Deyir, mən gördüm, onların da belə deyək də, o abidləri, o adamları, orada yerlər var, orada durur. O adam mənə danışırdı. Müridləri də gedir onların qabağında, məsələn də, dua eləyirlər. Deyir, mən getdim, gördüm, məsələn, dayanıb orada, belə də paltarsız filansız. Qaydırdım, gördüm, qayıtdım. Nəyə gedim ona? Hələ bəzi adamın paltarlısına baxmalıdır, onda qalmışdı belə. Qaydırdım, gördüm bir nəfər əlində, boynunda kalustok, əynində qəşəng geyim filan, əlində o vaxt diplomat sumkalar var idi. O moddu da hər adam götürmüşdü, gedir. Ay, bu hara gedir bu yana? Düşdüm ardınca, gəldim, gördüm, orada kalustokunu açdı, saatını açdı. Bunu qoydu yerə, durdu bunun qabağında. Dedi, ağladı, dedi, ağladı, dedi, ağladı. Deyir, gəldim bu yana, qaydanda yaxınlaşdım buna. Dedim ki, sən bu paltarın, bu geyimin, bu səliqin, bu sahmanın, bu sənin belə də vücudu xaricin. Sən necə özüyə sığışdırırsan, gedib o lüt adamın qabağında durub ona iltimas edirsən. Deyir, qayıtdı mənə başımla. Deyir, kaş mən də onun kimi bu paltarın zindanından çıxa biləydim. Deməli, insan dünyanı özünə zindan hesab eləyə bilir. Ondan da çıxmaq istəyir. Amma məsələn, çıxa bilmir. Yaxşı, indi insan gedib o məxluqun ki, öz ayıbını örtə bilmir onun qabağında, gör insan gəlir, məsələn, təqva yaratsa özündə, iman yaratsa özündə ki, o axirətin mərhələləri üçün, axirətin ayaq-yalın başı açıq olan günü üçün, axirətin susuzluğu üçün, axirətin açlığı üçün, orucluğun Azuqədir. Təzəvvədu fə innə xeyrə zadı ət-təqva. Bəli. Ən
xeyirli azuqə nədir? Təqva. Biz gedirik məsələn bir məclisə 100 cürə yemək var. Gəlib soruşanda nə yemirsən? O birisilər qalır. Deyirik məsələn bəs gedən yeməyin adını deyirik. Yaxşı. İndi burada da Allah deyir ki, axı siz yeməkdə ki fərq qoyursunuz ha. Fərz edir ki, Allah Taala məsələn bizlə danışır. Çağırır deyir ki, filan kəs gəl bura gəldi. Ya Allahın bir də elçisi. Deyir məclisə getdin yeməkdə fərq qoydun. Evdə gəldin yeməkdə fərq qoydun. Su içəndə sərlinin əsisində fərq qoydun. Qazlısı ilə qazsızında fərq qoydun. Geyimində fərq qoydun falan. Amma bu birisində niyə fərq qoymadın? Yenə də elə deyir. Bunlarda da bir fərqə qail olaydın da. Burada da yaxşısını şeyləydin də. Niyə maşın minəndə yaxşısını minmək istəyirsən, amma namaz qılanda biraz sınıq salxaq namaz qılırsan? Elə də elə deyir. İftarı bəzəyirsən. Hər şey yerində olsun. Tam. Yaxşı. Xurması, nə bilim, alması, nə bilim, supu, dalıcan, nəmlə. Elə baxırsan süfrəyə, elə o qədimkilər demişən, elə bir gəlin süfrəsidir, gəlin bəzənib. Yaxşı. İmsak da onun kimi. Lap darıxdım, iftara çıxdım. Nə olar tutağım da sabah. Ərəfə günüdür. Yox, Ramazan başqa şeydir. Düzdür, Ramazanın ayrıdır. Yaxşı, elə arada adamın o seti qaydanda yadına düşür Ramazan, darıxır. Şeytan qırır seti, dalğa tutmur. Bir də onu da görsən, vay dədə Ramazan gəldi, çatdı. Elə qışqırırıq, elə bir heç ömrümüzdə bir dəfə tutmamışıq. Elə bir 80 ildə birdən gəlib bən deyirlər, sən müharibə aparırıq. Heç müharibə görməyən adam. O setimiz qırılır ona görədir. Daimi Ramazanın, görsən o bəzi dualar var ha, münacatlar Ramazanda. İndi arada bu telefonda oxunanda tez düşür Ramazan yadımıza. Acı mən bu sözü Ramazandan sonra, bir neçə ildir Ramazandan sonra bu sözü deyirəm, burada təkrar edirəm. Biz, məsələn, bir vaxt var idi, biz deyəndə ki, əksər adamlar. Ramazan çıxandan sonra hələ bir 10 gün, bəlkə də 15 gün, gündüz çay içəndə diksinirdi. Tez istəkanı, mən sigaret çəkən tez sigaret, görmüşəm sigaret atıb. Nə oldu? Ay, elə bildim orucluq deyə. Hələ 15 gün orucluğun dadı qalırdı adamın ağzında. 15-ci orucluğun bayram günü bəzən zəng edəndə bayramın mübarək deyirsən, nə bayram? Az qarısan nə deyirsən, nə bayram? O gün yaddan çıxır. Niyə? Belə də heç öz payıma deyirəm. Kötüyündə təqva yoxdur. Ona görə ağacın kötüyü quruyur. Bu əkin nə olub? Susuzlayıb. Ona görə belə olur. Birdən, məsələn, o Ramazan ləəlləkum təttəqun ki deyir, həqiqi təqva toplasıb, çatdırar bizi gələnlər. Bir oruc ki, Allah onu cəhənnəmdən qalxan qərar verib, sipər qərar verib, hasar qərar verib. Deməli, o bu ildən səni gələnlə də saxlaya bilər. Bu əgər deyirlər ki, mən demirəm, deyirlər, əgər bu orucluq səni bu şeylərdən saxlamırsan, sən onunla nətər cəhənnəmin qabağına çıxatsan. Elə deyir. Məsələn, yuxarıdan seyir gəlir. Cəmaat traktorla, bulduzerlə, ekskavatorla çıxır. Sən də bir dənə balaca bu boyda, əsgərində sapyorun lapatka deyilir, bu boyda. Cibində gəzdirirdim, burada belində. Onunla götürmüsən, adama nə deyərlər? Məsxərə elərlər adamı, danlarlar, məzəmmət elərlər. Özü lapatka qarşılıq sel aparacaq. Nəinki sən selin qarşısın. Cəhənnəm deyə bu. Hədis deyir, ayə deyir, alovu şölələnəcək, zəbanə çəkəcək, alovu udacaq adamı, ciyəbi cəhənnəmə, cəhənnəmi gətirəcəklər sənin yanıva. Bu orucla, bu namazla nədir? Gedib onun qarşısına çıxmaq olmaz. Gərək təqb olsun, yerində olsun, Allahlığı yerində olsun. Tək namaz, oruc yox, hər iş. Hər iş, insanın hər iş. Sədəqə də verəndə. Niyə hamımız meyilliyik sədəqə verəndə hamı görsün? Niyə hamımız meyilliyik, məsələn, danışığımız yaxşı alınsın? Məsələn, belə deyək, mən molluyam, danışıram. Baxıram, görüm, neçə nəfər baxım? Çox baxanda sevinirəm, az baxanda məyus oluram. Deməli, mən özümə işləyirəm də. Sən danış, heç baxma ki. Ustadlardan bizi belə dedi, siz molla olacaqsınız, keçəsiniz qabağa piş namaz duracaqsınız. Nə qədər düz qibliyə baxsınız, o qədər Allahlıq olacaq içində. Amma dönüb dala baxsınız, görüm neçə nəfər mənə deyilib, heç nə olmayacaq içərisində. Heç nə olmayacaq. Heç bəzən şeytan da ora gəlmir.
Bilirsiniz də bəzən şeytan bəzi yerə gəlmir. Niyə arxayındır? Sən Sirlər Xəzinəsinin əvvəlində var, Nizami deyir, sən bir filan kəs bir yerə gəlsə, 3 gün şeytana oraya ehtiyac olmaz. Bəzən bizim ibadətimizdə şeytanın vəsvəsəsi var da. Yüvəsvəsü fi sudurinnas. İnnehu lekum aduvvun mubin. Aşkar düşməndir. Heç vaxt şeytanın məkrindən amanda olmayın, Quran deyir. Yaxşı hiləsindən amanda olmayın. O bir kişi gülürdü, arxayın danışırdı. Həzrət məsumlardan hansıydı sonra? Dedi sən şeytanı bağlamısan, öldürmüsən, belə hərəkətlər eləyirsən. Ya cəhənnəmdən bəraət kağızın var. Yaxşı. Bu cürə. Biz şeytanı öldürməsək, şeytan bizləndir. Amma bəzən şeytan da bizə yaxınlaşmır. Niyə? İndi burada şeytanın nə işi var? O şeytan birini yuxusuna girmişdi, gördü zəncirinə gəldi. Bu kimindir filankəsin, bu kimindir filankəsin, bu kimindir filankəsin. Qayıtdı bu mənim zəncirim anı. Dedi, sənin zəncirə ehtiyac yoxdur, elə zəncirsiz gəzirsən da davranırsan. Ona görə təqva olmalıdır. Şeytan da gələndə burnuna vurub qaytarırsan, o da bir dənə sənin üçün Allah yanında zəxir olur. Çox gözəl hacı. Mövzu da o qədər genişdir ki, vaxtımız da qutardı, təəssüflər olsun. Mən qısa olaraq hacı bir neçə məsələyə burada istəyərəm ki, qısa olaraq toxunasınız. Əvvəla Allah Teala məsələn elə təqvadan danışanda Həzrət buyurur, buradakı təqva üzərində olsa heç bir kötük olmaz və heç bir əkin sahəsi də susuz qalmaz. Bu əslində həm də dünyanın bu maddi və mənəvi quruluşunun bir-birinə bağlı olduğunu 100% hacı. Quran ayəsi deyim siz fikrinizi mənim üçün. Buyurun, bəli. Kişiyəm yadımdan çıxacaq. Lav ənnə əhləl qura amənu vəttəqav ləfətəhnə ələyhim bərəkatın minəs-səmai vəl-ərd. Bu maddi məsələyə aiddir. Tərcümə edin hacı. Əgər mən elə bilirəm tək sizə deyirəm ona görə. Əgər kəndin Əhləl qura deyir də, yəni şəhərlərin, kəndlərin əhalisi, cəmaatı iman gətirib təqvalı olsaydı, yerin göyün bərəkətini açardıq olar. Deməli, mənəvi, maddi aləmlə, bu dünya ilə metafizik aləm bir-birinə bağlıdır və hər bir yaxşılıq təsir edir, həm bizim həyatımıza, həm mənəvi həyata, həm də günah da təsir edir. Burada buyurur ki, təqva üzərində olsa heç bir əkin qurulmayacaq. Quran-ı Kərimdə Kövsər surəsində Allah Teala buyurur ki, biz sənə Kövsəri verdik, namaz qıl, qurban kəs, sənə sonsuz deyən, səni incidən özü sonsuz əbtərdir. Yəni, Peyğəmbərin işi heç vaxt əbtər olmayacaq, heç vaxt qurumayacaq, heç vaxt aradan getməyəcək. Bütün təqva üstündə qurulurlar. Bir də hacı, bu Həzrət Musa ilə Xızırın əhvalatındakı o iki yetimin xəzinəsi, onu istəyirəm qısa olaraq ki, yəni neçə il bundan əvvəl atası rəhmətə gedib, onu istəyirəm. Yox, onu istəyirəm elə sizin dilinizdən. Mən zehnimdə dəqiq səhv eləmirəmsə, siz deyin, mən də köməkli gələrəm. Orada buyurur ki, yəni Həzrət Musa ilə Xızır deməli bir kəndə gedirlər, heç kəs onlara nə çörək verir, nə su verir. Amma kənddən çıxanda görülək bir divardır, hasarı, Xızır təklif edir ki, tikəydə onu təmir eləyir. Ki, orada deyir, niyə bunu belə elədin? Deyir, onların atası, anası salih idilər də, mömin idilər. Onu səbəb kimi gətirdilər. Siz orasına istəyirsiniz. Bəli, istəyirəm orasına. Ki, deyir, bunların atası salih idilər və onun da altında xəzinə var idi. Əgər yıxılsa bu xəzinə üzə çıxar, cəmaat doğrayar da onu. Bizim ustadlardan azı biri bu idi ki, deyir o divarın altında olan bir dənə vərəq idi. Yazmışdı, əzibtülü mən əygənə bilim, o keyfə yəfrə. Əzibtülü mən əygənə bil qəbr keyfə yəzhəqə. Əzibtülü mən əygənə bil hesab keyfə yəzməl var. Ustadlardan biri idi. Ən böyük xəzinə bu idi. O kağız çıxacaqdı, itəcəkdi. O bir xəzinən deyənlər də çoxdur. İtəcəkdi. Deyir, bunlar olacaqlar elə ümumi. Amma o qaldı, vaxtında onu çıxartdılar, o özü üçün ən böyük xəzinə oldu onlar üçün. İşlərin meyarını qurdular ona uyğun. Deməli, salih atanın etdiyi əməli, salih iş gəlir Peyğəmbərin onun nəslində gör necə çiçəklənir, necə özdə kimin əli ilə, iki dənə Peyğəmbər onlar üçün fəhləlik eləyir, qoruyur. Deməli, əməli salih və təqvanın nə qədər insan həyatında, onun nəslində davamlı təsiri var.
İnnəl həsənat yuzhibnəs səyyiat. Salih əməllərin günahları da yuyur. Bəli. O qədər təsirlidir öz-özlüyündə, günahı da yuyur, savabı da yerindədir. Bir dənə də Hacı Qələm surəsində düzdür indi çox çəkib evi yıxdı. Qələm surəsində bir qrup insanlar istəyirlər ki, getsinlər biçinə, tarlaya. Bəli. Onlar söz qoyurlar ki, biz səhər vaxtı elə çıxaq ki, fəqirlər bizə yəni, rastlaşmasın, bizdən bir şey istəməsinlər. Bəli. Gedib çıxırlar tarlaya. Eyni indiki kimi. Görürlər ki, hamısı yanıb. Hamısı yanıb, kül olub gedib. Onda onlar başa düşürlər ki, biz səhv elədik. Çox pis bir niyyət eləmişdilər də. Ki, yəni fəqir görməsin bizi, fəqir bizdən bir şey istəməsin deyə. Gecə vaxtı sübh açılmamış gedək, biçin eləyək filan. Həzrət Rəsullahdan ki, o məşhur hədis var. Nə qədər ki, tacirlər səxavətlidir, yaşamağız ölmək üzdən yaxşıdır. Alimlər də var, fəqirlər də var. Da vaxtımız azdır, yormayaq möminləri. Orada deyir, nə qədər fəqir, səxavətli, nə qədər tacirlər üstümüzləşdi, onda ölməyiz məsləhətdir. Dünyada neşədir. Alim danışmadı, fəqir səbirsiz oldu, tacir də simic oldu. Bu dünyanın nəyi var ki, ondan başqa, yaxşı. Məsələn, indi o möminlər, qeyri-möminlər, insanlar, məsələn də qardaşlarımız, bu cəmaatımız ki, məsələn, ən çox bu şeylərdən şikayətlənirlər, alveri yoxdur, zəifçilikdir, filandır, 1000 dənə də səbəb axtarırlar. Amma heç o siz deyən bəlkə də səbəbi axtarıb otursalar yerinə, şeydir, heç bu yerə də gəlib çıxmaz. Ya da az olar, bu qədər olmaz. Allah verib də sənə, sən ver Allah demirdi, bayaq borc versən Allah neçə bərabər verəcək. Ver Allahın bəndəsini, deyin Allah mən verdim ha. Hacı Əfqan bir dəfə danışırdı bizə, Allah vücudun bir bəla eləsin, Allah şifa versin. Deyirdi ki, pulun azaldıqca çox infaq elə Allah yolunda. Azaldıqca çox infaq elə. Azalıb yox verməyin, fəqir gəlir, qaytarın falan bəsməkən, onda elə qalacaqsan o cibiyün umuduna. Amma Allah Teala ki gördü sən ona görə verdin, dolduracaq əvəz. Azaldıqca məsələn həmişə fəqir gələndə 1 manat verirdin, gördün azalıb gələndə 2 manat ver. Çünki Allah on bərabər verəcək. 20 manat aldı ondan. Çox sağ olun Hacı. O qədər maraqlıdır ki, adam istəmir söhbəti qutarsın, amma siz də çox yormaq istəmirik. Allah kömək. Çox sağ olun Hacı, təşəkkür edirik. İnşallah, mən də təşəkkür edirəm. Allah razı olsun.